Əgər Azərbaycanda bazar iqtisadiyyatıdırsa, süni qiymət artımı mümkün deyil axı. Satıcı istənilən dövlət tərəfindən tənzimlənmədiyi ki, bu da doğrudur, qiymət dövlət tərəfindən tənzimlənməməlidir. Tənzimlənəndə SSR yaranır və piştaxtalar bomboş qalır. Necə ki, biz bunu SSR dönəmində görmüşük. Tənzimlənməyən qiymətlərdə dövlətin yanaşması ancaq ticarət müəssisələrinin qazancından doğru-dürüst vergi verib verməyəcəyinə və satılan məhsulların insan sağlamlığına zərər vurub-vurmadığına nəzarət etməlidir. Birbaşa. Yerdə qalır topdan satış ticarəti. Bax, bu daha maraqlıdır. Yəni, pərakəndə satış ölkədə kifayət qədər çoxlu sayda, yəni 10 minlərlə mağazalar var. Hətta mağazalar şəbəkələri də mövcuddur. Yəni, bunları biz görürük ki, orada müəyyən dərəcədə rəqabət var. Əsas problem topdan satışdadır. Burada artıq dövlət orqanları, anti-inhisar qurumları müdaxilə eləyə bilərlər. Əgər hansısa bir şirkət ölkəyə gətirdikləri malların ölkə ərazisində satışını təşkil eləyirsə və həmin sahədə 30%-dən çox paya malikdirsə, bu anti-inhisar qanunvericiliyinə daxil olur. Burada dövlət orqanlarının müdaxilə etmə və qiymətləri onların qoyduğu topdan satış qiymətlərini tənzimləmə ixtiyarı var. Amma qiymət artımının səbəbi çox fərqlidir axı. Qiymət artımı nəticədir. Səbəb isə ölkənin istehsalının, daxili istehsalının az olmasıdır. Ölkədə daxili istehsalla bağlı problemlərin davam etməsidir, ixaldan asılılığımızdır. Bunlar qiymət artımına səbəb olan əsas amillərdir. Yəni, bunlar aradan qalxmalıdır. Yəni, yerli istehsal artmadıqca qiymət artımı da davam eləyəcək. Bunu bir aksiyoma kimi anlamaq lazımdır.